Bakı-Quba yolunda ölümlə nəticələnən faciəvi hadisə baş verib. Hadisə Siyəzən rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, toy mərasimindən çıxan sürücü yol kənarında dayanan bacı və qardaş 20 yaşlı Səma Mirzəyeva və 24 yaşlı Ramal Mirzəyevi götürüb və bu istiqamətdə hərəkət edərkən qəza törədib və avtomobildə olan 3 nəfərdən ikisi bacı və qardaş ilə hadisə yerində dünyasını dəyişiblər. Evet, böyük facia. Böyük facia. Bu ne dəhşətli ölümdür ay Allah. Beyin yerdədir. Adamın ürəyi parçalandı ya. Belə zülümlü ölüm olar.